İndi sənə elə bir şey göstərəcəyəm ki, məşğul olduğum bütün işlər gözündən düşəcək. Baxın dostlar, YouTube biznesimizi quran bu super sistemimizin qısa bir mərhələsini sizə göstərim. Daxil oluruq ilk gedişata, Execute step'e klik edirik və budur. Databazaya müraciət edərək ilk videomuzun adı, ideya olaraq, onun təsviri, həmin o videonun nədən ibarət olduğu, videodakı qəhrəmanın atributları saniyələr ərzində artıq bizə təhvil verildi. Əldə edilən məlumatlarla biz prompt hazırlayıb, biz deyəndə yəni sistem avtomatik müraciət edəcək ChatGPT-yə. Bu hissədəki kodlaşdırmanı sizə daha göstərmirəm. Execute step'e klik edirik, bir qədər gözləyirik, təqribən bir 40 saniyə. Və budur, baxın, 9 səhnədən ibarət, hər səhnədə hansı mövzudan söhbət gedəcək, əvvəlki səhnə ilə də əlaqəli olsun, həm dizayn, həm mövzu cəhətdən və əmələ gələn görüntünün professional şəkildə detallıcasına izahı, nədən söhbət getməlidir, hansı obrazlar olmalıdır, necə dizaynda olmalıdır, professional şəkildə artıq promptlarla yazılmağı və müraciət göndərilməyi ki, video necə hazırlansın. Daha sonra mövzu üzrə musiqi hazırlanır və video generasiya prosesinə keçid alır. Daha sonra isə avtomatik şəkildə bizim YouTube kanalımıza yüklənir. Tək bu iki addım, mövzu təyin edilməsi və onun professional şəkildə izahlarla artıq kontentinin hazırlanması üzrə promptların formalaşdırılması ən azı bizim üçün 7-8 saatlıq bir işdir. Hansını ki biz dostlar 40 saniyədə yerinə yetirdik. Qısacası YouTube biznesi yaratmağın bütün addımlarını süni intellektlə kodlaşdıraraq avtomatik səviyyəyə gətirdik. Yalnız mövzu təyin etməklə biznesi heç bir etapı ilə məşğul olmadan yaradıb idarə edə bilirsən. Deməli sənin iki seçimin var. Ya bu tip sistemi mənim kimi birindən hazır vəziyyətdə alıb öz bizneslərini başlaya bilirsən, oturduğun yerdə pul qazanırsan. Necə ki mən bu dəqiqə bax evimdəyəm. Ev geyimimdə mənə rahat olan şəraitdə məşğul oluram bu işlərlə. Və yaxud da ki, süni intellekt sektorunu öz həyatının bir parçası edirsən, bu servisləri öyrənirsən, kodlaşdırmaların dərinliyinə gedirsən. YouTube-da da var dərslər, pulsuz baxıb öyrənə bilərsən və yaxud da ödənişli kurslar keçməlisən. Mən onları keçirəm. Seçim sənindir. Başqa bir sözlə desək, avtomobil almağa qərar verdikdə mühərrik ustalığını öyrənməyə ehtiyacınız yoxdur. Sistemin satışını dekabrın 20-si rəsmi olaraq başlayırıq. Təlim proqramımıza o gün başlayacaq. 500 manat olacaq. Satış qiyməti bu gün qoşulanlar 199 manata yerlərini təyin edə bilərlər. Instagram və ya TikTokdakı bu linkə klik edərək açılan pəncərədə EA YouTube kursunu seçə bilərsiniz.